Salam dostlar, xanım xəstə görürsünüz. Sol payda təxminən bir ölçüsü 1 sm civarında olan tam kalsinatla əhatə olunmuş bir solid düyün var. Bu düyünü indi biz biopsiya edəcəyik. Biopsiyadan sonra nəticəyə uyğun bu birisi payda göründüyü kimi elə bir ciddi bir problem yoxdur. Görürsünüz, autoimmun tiroidit kimi biraz dəyişiklikləri var sol payında. Daha doğrusu sağ payında. Sağ payda isə göründüyü kimi bir dənə düyün var. İndi bu düyünün biopsiyasını edirik. Mən iynə batırandan sonra udqunmayın, danışmayın. Bir iynə batması qədər ağrı olacaq. Ciddi bir ağrı olmayacaq. Tamam. Dartıq. Bu qədər. Düyünün ortasındadır. Görürsünüz. İynəmizin hərəkətini. Sök. Elə səslər eləmə. Yekunlaşdırdım. Keçmiş olsun. Çox incitmədim. Qətiyyən.